Konstitusiya və suverenlik ili çərçivəsində Sumqayıt şəhər prospektində 1000 ədəd Xan Çinar ağacı əkilib. Ağac əkmə aksiyası Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və asan könüllülərin fəal iştirakı ilə baş tutub. Ərazidə yalnız ağac əkmə işləri aparılmayıb, həm də abadlıq və təmizlik işləri görülüb. Könüllülər tərəfindən torpaq bərpa edilib, yaşıllıq zonalarının suvarılması və abadlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilib. Məqsəd həm şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, həm də sakinlər üçün daha rahat və gözəl istirahət mühitinin yaradılmasıdır. Qeyd edək ki, Sumqayıt şəhərində yaşıllıqların artırılması və abadlıq işləri davamlı xarakter daşıyır. Şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. İcra Hakimiyyəti gələcəkdə də analoji layihələrin icrasını planlaşdırır. Sumqayıtda həyata keçirilən bu cür layihələr bir daha göstərir ki, şəhərin inkişafı və yaşıllaşdırılması istiqamətində atılan addımlar davamlı və sistemli şəkildə həyata keçirilir. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.